daha çox sağlam mühiti var, nəinki şəhərdə yaşayan. Elə Bərdənin, belə deyək, balaca sakini də... Uğurbəyli kəndindən olan. Bəli, balaca sakini də kifayət qədər öz beyninin bacarığı ilə nəinki öz valideynlərini, indi əziz tamaşaçılar, siz də baxacaqsınız, hər birimizi təəccübləndirir və deyirik ki, wow, yəni uşaq belə qısa müddətə belə hesablaya bilər. Başı əməlli başlı hesablayıcı maşın əziz tamaşaçılar. İndi gəlin görək necə hesablayır və hansı rəqəmlərdən gedir söhbət. 5 yaşlı Fərid ilk baxışdan həm yaşıdlarından heç də fərqlənmir. Oyuncaqları ilə oynayır, yaşıdları ilə əylənir. Amma suallarımıza verdiyi cavablarla hamını heyrətləndirir. Bərdə rayonu Uğurbəyli kəndində yaşayan Fərid Səmədzadənin fərqini siz də görün. 9 vur 8, vur 7, vur 6, vur 5, vur 10. 51.200. Evdə zarab tapşırıqları bir göz qırpımında həll edir. Yaşına uyğun olmayan səviyyədə mürəkkəb riyazi əməliyyatları isə heç bir hesablayıcıdan istifadə etmədən icra edir. 984 neçəyə bölünür? 8-ə, 3-ə, 346-ya, 492-yə, 984-ə, 1-ə, 2-yə. O, qüvvətləri, kubu, ən kiçik orta bölünəni, ən böyük orta böləni, tənlikləri, faizi, kəsiri, qalıqlı bölməni, hətta loqaritm məsələlərini belə həll edir. Bu mövzular isə adətən 6-cı, 7-ci sinif, bəzən isə 8-10-cu sinif səviyyəsində tədris olunur. 8, vuraq 7, vuraq 9, vuraq 3, üstə gələk 720. Neçəyə bərabər eləyir? 2232. Fəridin atası Rəhman Səmədzadə deyir ki, övladının bu qeyri-adi istedadını o cəmi 4 yaşında olarkən kəşf edib. Anasının riyaziyyat müəlliməsi olması isə Fəridin bu sahəyə marağının formalaşmasında mühüm rol oynayıb. Fəridin dil bilikləri də diqqətdən yayınmır. Riyazi misalları ingilis dilində dinləyib həll etməsi onun bu sahədə də bacarıqlı olduğunu göstərir. 81, 90, 99. Valideynləri Fəridin gələcəkdə riyaziyyat təmayüllü məktəbdə təhsil almasını arzulayırlar. Kim bilir, bəlkə də vaxtında göstərilən dəstək bu balaca istedadı gələcəkdə riyaziyyat sahəsində Azərbaycanın adını ucaldan alimlərdən birinə çevirəcək.